Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə çox ləzzətli, asan hazırlanan tərəvəzli plov resepti bölüşürəm. İnanılmaz ləzzətli və çox pratik bir reseptdir. Mütləq siz də hazırlayın. Əvvəlcə soğanı kərə yağı və biraz duru yağda yaxşıca qovururam. Mən bu reseptdə bir ədəd iri soğandan istifadə etdim. Üzərinə duz və biraz qara istiot əlavə edirəm. Soğanlar bir qədər qovurduqdan sonra üzərinə küp-küp doğradığım toyuq filesini əlavə edirəm. Tam resepti videonun açıqlama hissəsində qeyd edəcəm. Toyuq filesi ilə soğanları birlikdə yaxşı-yaxşı qovururuq. Siz də bu arada kanalıma hələ də abunə deyilsinizsə abunə olmağı, videolarımı like etməyi, yaxınlarınızla bölüşüb şərhlərdə bir-iki cümlə də olsa fikirlərinizi yazmağı unutmayın. Dəstək olan hər kəsə yenidən təşəkkür edirəm. Ətlər də soğanlarla birlikdə qovurulduqdan sonra üzərinə konservləşdirilmiş qarxıdal dənələri əlavə edirəm. Əvvəlcə süzgəcdən keçirirəm ki, içərisində su qalmasın və suyu süzüldükdən sonra tavaya əlavə edirəm. Yaşıl noxutu da eyni qayda ilə süzgəcdən keçirirəm. Onu da tavanın içərisinə əlavə edirəm və qarışdıraraq bir qədər qovururam. Ən sonda isə bir ədəd kökü rəndədən keçirmişəm. Onu da bura əlavə edirəm. Bizdə kök sevilmədiyi üçün mən az əlavə edirəm. İstəsəniz kökdən 2-3 dənə istifadə edə bilərsiniz və yaxud da xırda-xırda doğrayıb əlavə edə bilərsiniz. Bizdə bu şəkildə yeyildiyinə görə mən belə istifadə etdim. Üzərinə duz və istiot əlavə edirəm. Biraz da sor kek əlavə edib qarışdırıram. Tərəvəzlər artıq qovruldu. 3 stəkan düyünü yaxşı yuyub suyunu süzmüşəm və suyu süzülmüş düyünü bura əlavə edirəm. Və mənim istifadə etdiyim tava biraz kiçik olduğu üçün mən onu başqa bir qazana əlavə edirəm ki, daha rahat pişsin. Gördüyünüz kimi belə bir qazana əlavə etdim. Qarışdıraraq düyünü də tərəvəzlə birlikdə bir qədər qovururam. Çox qovurmağa ehtiyac yoxdur. Üzərinə su əlavə edirəm. Məndə ümumilikdə 5 stəkan su istifadə olundu. Siz də əvvəlcə 3-4 stəkan əlavə edin. Suyun üzünə çıxana qədər asta odda bişməyə qoyun və ehtiyac olarsa yenə də bir qədər su əlavə edin. Suyunu çox qoysanız düyünüz yapışqan ola bilər. Ona görə də suyun miqdarı çox vacibdir. Və artıq mənim yeməyim demək olar ki, hazırdır. Suyunu tam çəkib, düylər dəndən bişib. Qapağını süfrəyə bükürəm və dəm alması üçün qapağını bağlayıb təxminən 15-20 dəqiqə gözlədirəm. Və artıq dəm aldı, çox ləzzətli oldu. Gördüyünüz kimi siz də mütləq hazırlayın, inanın peşman olmayacaqsınız. Videomu izlədiyinizə görə təşəkkür edirəm. Yeni videolarda görüşmək diləyilə.